Bu niyə görə yiyəlik halında oldu? Çünki qarışıq tənis söz birləşməsinin nədir? Təyini olduğuna görə bu oldu yiyəlik halında. Həzənin bədəlidir. Yəni burada həzəl beyti dedikdə, həzə burada işarə vəzi sifətdir, əl-beyti də evdir. Bu ev, hansı ev? Bu ev. Beləliklə burada bu sifətdir, əl-beyti isə nədir? Burada isimdir. Əl artikulu götürüb və yiyəlik halındadır, isimdir. Sonra əlləzi ət'aməhum min cu'in və əmənəhum min xavf. İndi baxaq. O kəs ki, özlərini doyduran, əlləzi o kəs ki, ət'aməhum özlərini doyduran, min cu'in aclıqdan və əmənəhum min xavf qorxudan əminamanlıq nədir? Verdi mənasındadır. Demək, o kəs ki, onları aclıqdan doyduran və aclıqdan yemək verən mənasındadır və qorxudan neyniyər? Əminamanlıq verəndir. Baxaq indi. Əlləzi Rabbənin sifətidir. Rabbə kəlməsinin sifətidir. Buradakı Rabbənin, bax burada Rabbənin sifətidir. Əlləzi. Sonra və ismi məfsuldur. Yəni nisbi əvəzlikdir. Əlləzi kişi cinsindədir və təkdədir. Ət'aməhum demək, əslində hərfi tərcüməsi onları doydurmaq deməkdir. Ət'aməhum. Ət'amə doydurmaq, hum isə onları. Demək, ət'amə